Salam kızlar, yeni videoma her biriniz hoş geldiniz. Düzdür, yeni video yüklemiştim. Dedim ki bugün de hep olacak bile olsa bir video yüklemek isterim. Çünkü bu ay başka videolar yüklemeyebilirim. Yani hem derslerle bağlı hem de bazı başka problemlerle bağlı. Deməli bugün şənbə günüdür və mən işləyirəm, yarı iş günüdür. Gələrkən gedib marketdən bir iki dənə fərqli bir şeyler aldım ki, hansı ki mən əvvəl onların dadına baxmamışam. Görürəm ki, həm TikTokda, həm YouTube'da bu serilər çox izlənir. Ona görə vlogumda bu hissəyə də yer vermək istədim. Deməli paketimi götürüm buradan. Böyle bir meyve almışam. Sarı. Hiçbir fikrim yoktu. Canım da çekmirdi. Sadece video için, nedat için aldım. Görüm necədir diye. 4 manat falan almışam kesin. Yani çok da paha şeyler almadım. Bu çiyelekti. Bu hep bunu eve aparacağım. Bir de böyle 90 qəpiyə böyle bir cipsler idi. Pendirli. Bilmirəm dadı necədir. Acıyıb. Bir de çoktandır. Herkes aklıma son koyduktan sonra ben kurutulmuş dondurma aldım. Kirəcə oxşuyur, kabaşirə oxşuyur, heç bilmirəm tadı necədir. 5 manata bu qədər düşdü. Dedilər ki, kilosu 50 manatdır. Çox yüngül olduğu üçün yəni 5 manata bayan məncə düşüb. Əsas hudud dadına baxacağıq da, yəni heç nəsiz qalmayaq. Deməli başlayaq. Mən ilk öncə meyvədən başlamaq istəyirəm həqiqətən. Çünki çox maraqlıdır mənə necə olduğu. Bilmirəm bu yuyulmalıdır ya yox, amma mən yumayacağam. İstəyirsə deyin. Şimdi bir də gedib yuyan, əlim falan su olacaq 1 saat. Həm də evə getmək istəyirəm, vaxtım yoxdur. İşlərimi həll etməliyəm. Bir şey çıktı içinden. Xurmaya oxşuyur, balaca xurmaya. Belə göstərim. Dırnaqlarım da maşallah var, bu həftə dəyişəcəm. Mən bayıldım. Həqiqətən. Belə dadı heç nəyə oxşamır, yəni tam fərqli bir şeydir, yumuşacıq. Ağzımı yandırmağa başladım. Acıdır bu. Zəhərlənmərəm. Çox acıdır, çox acıdır. Bu nədir? Almayın, dəymir 4 manata. Qalanı da evə qızlar aparacağım, dadına baxmaq istəyən olsa baxsın. İlk yiyəndə qəşəngdir. Sanki yəni meşənin ortasında bir meyvə tapıbsınız, onu yeyirsiniz. Ay Allah, qıdıma bax. Keşke tripodumu götürəydim. Ümid edirəm ki, yaxşı düşürəm. Amma ki sonrası bərbad, çünki çox acıdır. Yəni çiyələ yiyində buradan. Heç bəyənmədim. Yaxşı ki ölkəmizdə yetişmir. Bu belə uzun bir şeydir. Baxın, qırılıb deyəsəm. Görək içində nə var. Ha, o uzun cipsler kimidir, sadece uzun versiyası. Neçə listi? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəqin 10 olar, mən səhv saydım. 9 niyə olsun ki? Çıxardanmıram. Tökülür. Tamam belə. Böyle bir şeydi yani. Normal pendirli cips. Ama özüm yiyeceğim, ona göre soksam yerine. Az. Geldik indi. En sevdiğim bölmeye. Şey istəyirəm, bir de dondurularak kurutulmuş meyvelerden her cüründen. Belki trend yoldan vurdum onlara çünkü burada yoktu. Ayda mən də xışıltı elə danışıram çünkü orada çok pis düşür bunun səsi. Yəqin kəsərəm. Hə, bir də ki mən şey istəyirəm. Qurudulmuş meyvələr, dondurularaq qurudulmuş. Trendyolda 4 cürəsi 11 manat idi. Məncə vurmaq olar. Onları da sınayaram. İndi bilmirəm, bunun hər rəngi fərqli fərqli daddadır mı, yoxsa eyni daddadır mı? Nəsə bunu yoxlayaq belə. Utanıram. Belə dadı qəşəngdir. Çok bərkdir, daş kimi. Ama qəşəng tamı var. Bununla qəşəng çay içmək olar. Bir dənəsindən bir çay içmək olar. Bu dişlədiklərimi kənara qoymalıyım. Çünki qızlara da bu qalanını evə aparacağım. Qızlar da dadlarına baxsın. Hara qoymayayım? Bir balaca paketə qoymalıyım bu mənim dişlədiklərimi. Sarıya baxaq, sarı çoxdur. Bu mangodur.
Bu qarasına baxaq. Bu kakaodur. Maviye. Bunları böyle qırıb qoymaq olar stula. Çayla it etsin. O qara kakaoludur. Bu. Allah'ım. 2 tane sağlam dişim var, o da gidecek. Bunun tamını tuta bilmədim. Çok tanış gelir ama tuta bilmədim, ama qəşəngdir. Kimsə bəyənməmiş deyir TikTok'da. Mən bəyəndim. Bu neyim? Pamuk şeker kimi moruk fason bir tadı var. Güzeldi. Kendi gidende anam bile de aparacağım. Biraz alıp. Ama daş kimi diye bunun için. Neyse. Suya salı bir yemeği var ama eriyecek. Qəşəngdir. Cipsi beğendim. Bunu beğendim. Meyvəni beğenmedim. Onu eve aparacağım. Kızlar da danıp baksın. Bakmasalar da kalsın elə. Çiyələkdə almışam. Eve aparacağım onu da. Bu da bunu da aparıp eve stolumuza koyacağım. Kızlar da baksın dostlarına. Ben beğendim ama dondurmanı. Yani alıp çayla da yemək olar. Gidin qəşəng bir temizlik vlogu çəkəcəm sizə. Temizlik vlogu çəkəcəm. Ay belə. Bir de belki yemek pişirdim. Onu da çekerim. Salam kızlar. Yeniden hoş gördük sizləri. Yeni videoma hoş gəlmisiniz. Ümid edirəm ki bəyənərsiniz. Deməli, işdən gələrkən yol üstü girdim Bazar Store'a. Çünki lazım olan məhsullar var idi. Onları aldım. Bu dəsmallardan çoxdan da almaq istərdim. Salfetlərdən, yəni Sleepy çox baha idi. Heyfim gəldi ona o qədər pul verməyə. 4 manata falan deyəsən bunu aldım. Yaxşı ki də almışam. Bütün təmizlik işlərimi onunla həll etdim. Hətta deyəsən yuyub işlətmək də olur. Sonra bir də belə xırda tərəvəzlərdən hərəsindən aldım. Bir dənə badımcan aldım. Bəli, bir dənə. Çünki başım boydaydı. Məncə bəsdir. Həftə sonundan istifadə edərək pastellərimi də atdım yumağa. Bu arada videoda fikir verirəm ki, paltoryan və şkaf arasında bayağı bir ara var. Arxa hissə görünür. Oradan yəni hər cür böcək falan, sıçan, hər şey girə bilər. Çünki orada qab yuyan yerin kanalizasiyası gedir, borular gedir. Və indi fikir verirəm, heç bilmirəm o əvvəldən də eləmi idi, yoxsa paltoryan falan qurutma levelinə keçəndə çoxmu tərpənib, ona görə mi elə olub, heç bir fikrim yoxdur. Çoxdandır bu pərdədə ürəyimdə qalmışdı. Dedim, boş vaxtım varkən onu da ataq maşınına yuyulsun. Çünki gələn həftədən artıq özümü sadəcə ayın sonuna kimi müdafiəyə vermək istəyirəm. Onunla məşğul olacağam. Və çox şükür bir bazar gününə daha oyandıq. Gedirəm çayla özümə atışdırmalıq bir şeylər almağa. Göbələkli və dana ətli börək aldım. Ondan əlavə də lazımlı bir iki şey aldım ki, sağlam qidalama videosu çəksə əlimin altında olsun. Bir də belə bir su aldım. Sırf qabına görə aldım. Sonraki videolarda göstərəcəm səbəbini. Çayımı içdikdən sonra başlayıram artıq işlərə. Bu vlogu çoxdandır çəkmək istəyirdim təmizliklə bağlı. Çünki məncə çox izlənilir. Bundan da əlavə bu ay sırf özümü müdafiə ilə bağlı məşğul edəcəyim üçün düşündüm ki, bu həftədən başqa artıq mən onu çəkə bilmərəm. Buna görə də çəkmək qərarı verdim. Burada pəncərəni sildim. O tərəfi çəkmədim. Digər pəncərəni silərkən çəkdim amma. Və burada axır ki 2 dənə dırnağım qopdu. Amma çox pis şəkildə qopdu. Çünki hal-hazırda da ağrısını çəkirəm. Demək olar ki, hələ də sağalmayıb. Burada atapleniyamız falan çox təmizdir. Çünki həmişə üstünə paltar asırıq. Buna görə də tozlanmaq kimi bir şansı yoxdur. Yenə də içini falan əlimin çatdığı qədər təmizləmək istədim. Qonaq otağının hər küncünü təmizləmək istədim. Yenə də ağlımdan çıxan yerlər qalıb. Sonradan videoya baxarkən fikir verdim. Nəysə, əlimdən gəldiyi qədər təmizləmək istədim. Bizdə elə bil hər həftənin sonunda növbədi 2-2 qız təmizləyirik. Hamam, qonaq otaq, mətbəx falan. Buna görə də evimiz çox da toz olmur. Amma bu pəncərələri falan, yuxarıdakı pəncərələrə vapşi dəymədim, silmədim. Pəncərələr çox toz olur, yəni çöl tərəfi vapşi demək olar ki, palçığa qədər olur və bu yağışlardan sonra əlbəttə ki, bu da normaldır. Pəncərəni sildikdən sonra pərdəni taxıram. Sağ olsun Şeyla ütüləmişdi qəşəng bir şəkildə. Və burada düşünürəm ki, kaş belə taxacağımız bir şey olardı, pərdəni belə saxlayardıq. O pəncərə ilə işim bitdikdən sonra keçirəm hamama, oranı dərmanlayacağım. Bu dərmanı bacım göndərmişdi Faberlikdən ki, ləkələrə, davamlı ləkələri yaxşı çıxarır. Bu sarılıq falan, bu ləkələr, yəni biz bu evə köçməzdən əvvəldən, yəni illər əvvəldən qalan ləkələrdir. Neynəsək də çıxmır. Həmişə də xlorlayırıq, demək olar ki, müntəzəm olaraq. Yəni də çıxmır. Yaxşı bunu simlə məncə yaxşıca
Sızmaq lazımdır buraları. Yenə də dedim, heç olmasa dərmanlayım, saxlayım. 1 saat, 2 saat falan. Ondan sonra yəni nə qədər olsa da heç olmasa təmizlənər. Burada gəldim, artıq stolumuzu yığıram. Mən əvvəlki videoda da qeyd etmişdim ki, bu stolumuzun üstündə məsələn 4 nəfər üçün ayrı-ayrı salfet paketi var, 4 nəfərin şirniyyatı var, 4 nəfərin çörəyi var. Bizdə bəzi şeylər ortaqdır, amma demək olar ki, yeməkdir, nə bilim belə şəxsi istifadə şeylər, hər şey ayrı-ayrılıqdadır. Buna görə də stolumuzun üstü həmişə biraz kalabalıq olur. Burada televizoru silirəm. Bunu əslində buradan çıxartmaq istəyirik, amma bacarmırıq. Boş-boşuna durur. Onsuz da heç işləyir ya işləmir bilmirik. Sadəcə olaraq qalıb elə və üstündə çox tez toz alır. Gəldim, masamızı silirəm. İlk növbədə salfetlə sildim. Üstündən yaş əski ilə, üstündən də təzədən quru salfetlə quruladım və hər şeyi yenidən yerinə qoydum. Bu yolu çox düşünmüşəm ki, daha səliqəli formada necə edə bilərik. Amma ki, məncə bir yolu yoxdur. Çünki mətbəximiz də balaca olduğu üçün və qonaq otağımızda da başqa nəyisə harasa qoyacaq yer olmadığı üçün və bunlar da gündəlik ehtiyaclarımız olduğu üçün stolun üstünə yığırıq. Nəysə, tələbə evində bunlar çox normaldır. Zaten heç kim lüks. Ümid edirəm ki, əvvəlki videoda olan 3 saniyəlik mahnıya görə videom yenidən bloklanmaz. Çünki bundan əvvəlki videonu paylaşarkən balaca bir 10 saniyəlik TikTok videosu əlavə etmişdim və oradakı mahnıya görə videom 2-3 dəfə bloklandı. Mən birinci də bildim ki, profil şəklinə görədir. Neçə dəfə dəyişdim. Amma sonradan anladım ki, həmin səsə görə imiş. Təzədən həmin səs olan hissəni silib videonu yenidən yüklədim və buna görə də orada səs problemi, əvvəl yüklədiyim videoda səs problemi var. Yəni o vaxt səslərin də yeri dəyişib və videolarla səslər üst-üstə düşmür. Amma silmədim, elə də saxladım çünki artıq izlənmişdi və bəyənmələr falan gəlmişdi və çox da böyük bir problem olmadığına görə olduğu kimi saxladım. Burada gördüyünüz kimi bir babat pəncərələri falan silirəm. Heç olmasa açılanı, yəni oradan toz falan, pəncərənin üstündəki toz evə tökülməsin deyə. Çünki pəncərələri açmadan artıq yaşaya bilmirik. Evimiz həddindən çox istidir. Günəş aldığı üçün vapşi bişirik. Pəncərələrlə işim bitdikdən sonra keçirəm qazı silməyə. Qazın dəmirlərini paketin içinə qoyub üstünə dərman tökdüm ki, biraz heç olmaqla dərmanın təsirində qalsınlar. Normalda bunu sobanın listində edirlər deyə görmüşəm videolarda, amma bizim sobamız var, amma listi yoxdur. Ona görə də paketin içinə qoymağı düşündüm. Kaş daha çox saxlamaq şansım olardı. Düşünürəm ki, onda daha yaxşı nəticə əldə edərdim, amma belə də məni qane elədi, pis deyil. Gələn dəfə daha çox saxlayarıq ki, o üstündəki yağlar daha yaxşı təmizlənsin. Bu arada dərmanla işlədikcə yaram daha da çox sızıldayırdı. Çünki həm orada dırnağın qopması ilə bərabər balaca bir yara yarandı. Üstəlik də xlor və digər kimyəvi vasitələrlə təmasa keçdiyi üçün daha çox sızıldayırdı, hətta yandırırdı. Bu həftə dəyişmək istəyirdim. Sadəcə düşünürəm ki, bu barmağım sağalmalıdır ki, ondan sonra gedim dəyişim. Çünki üstünü falan yunanda və kley tökəndə daha da çox yandıracaq. Həm də yəni qorxuram ki, nəsə pis bir şey ola bilər, mikrob falan kapa bilər. Çünki bildiyiniz dırnağımın içində hal-hazırda yara var. Normal şəkildə ayrılsaydı dırnaq bu qədər ağrıtmazdı. Sadəcə pəncərəni siləndə ilişdi və qopdu. Yəni bildiyiniz qopdu. Yaxşı ki, hələ dırnağın kökündən qopmadı. Nəysə, qazı sildim, keçirəm qabıyanı silməyə. Bizim bu qabıyan yerimiz ağ olduğu üçün çox tez saralır, çox tez kirlənir. Yaxşı cəhəti də ondan ibarətdir ki, rahat silmək olur. Bu paketdə də bugün işlətdiyim nəm salfetləri göstərirəm. Yəni, yaxşı ki də almışam, hər yeri demək olar ki, onlarla sildim. Buradakı qabları yerinə yerləşdirirəm. Fürsətdən istifadə edib kanalıma abunə olmayan və yaxud da ki, yeni izləyicilər varsa, sizdən kanalıma abunə olmanızı xahiş edirəm. Çünki bu aydan etibarən daha maraqlı videolar ilə qarşınızda ola bilərəm. Həm izləyici sayı, həm də baxış sayı artdıqca mən daha da həvəslənirəm və düşünürəm ki, insanlar üçün videolarım maraqlı gəlir. Buna görə daha çox çəkməyə çalışıram. Düzdür, bu ay artıq magistri yekunlaşdırıram. Magistrla bağlı da yenidən bir video gələcək. Çünki elmi iş, magistr müdafiəsinin tərkibi və prezentasiya haqqında ətraflı məlumatı hələ ki verməmişəm. Çünki mən özüm də hələ ki tam olaraq bitirməmişəm. Bitirdikdən sonra ətraflı məlumat verəcəyəm. Yarım saat dərmanda saxladıqdan sonra bunları artıq sudan keçirirəm. Vaxt olsa kaş daha çox saxlayardım. Görürsünüz ki, nə qədər kir tökülür. Vannaya görə narahat olmayın. Onsuz da onu yenə təzədən dərmanlayıb yaxşıca silmişəm. Videoya əlavə etməsəm də.
Bilmirəm, əlavə etsəm də olardı, amma etmədim. Məncə lazım deyil. Yəni ayaq yolunu silərkən, nə bilim hamamı silərkən, yəni o qədəri məncə lazım deyil videolar üçün. Əsas qonaq otağını falan sildiyim yerləri paylaşsam yetərlidir deyə düşünürəm və görürsünüz ki, nə qədər kir çıxdı. Hələ mən çox saxlamadım. Çox saxlasam məncə nəticə daha yaxşı ola bilərdi, amma yenə də idarə etmək olardı. Hə, qeyd etdiyim kimi bu aydan sonra daha maraqlı videolar gələcək. Əsas da cehiz alış-verişi olsun, nə bilim toy hazırlıqları ilə bağlı. Əsas bu magistri yola vermək istəyirəm. 3 ildir artıq bu yolda irəliləyirəm və artıq çox yorulmuşam həqiqətən bu məsələdən. Həm də mənə dedilər ki, bu ildə müdafiə etməsən səni akademiyadan xaric edəcəyik. Yəni ki, başqa şansım yoxdur. Elə də belə də mən müdafiə edib bitirməliyəm və inşallah payızda o diplomu mütləq şəkildə götürməliyəm. Bakalavr diplomum heç vecimə də deyildi, çünki sanki elə də olmalıdır, yəni o diplom normal bir şeymiş kimi gəlirdi, amma magistr diplomu dörd gözlə gözləyirəm, çünki ən çox öz əməyim var, yəni orada ən çox öz əməyim, öz üzüntülərim, öz çabalarım var, buna görə də magistr diplomu mənim üçün məncə daha başqa yerdə olacaq. Hə, bayaqki sözüm yarımçıq qaldı. Qeyd etmək istəyirdim ki, növbəti videom çox maraqlı olacaq məncə. Düzdür, hələ çəkməmişəm. Bağlamalarım var, onların yolunu gözləyirəm. Amma bağlama açılış videosu olacaq Trendyol və Temu. Buna görə də mütləq izləməyə alın ki, sizdə rahat şəkildə videom qarşınıza çıxsın. Bu arada bunu da qeyd edeyim ki, bu il Ayka ilə eyni ildə evlənmək mənim üçün çox xoş oldu. Çünki o nə paylaşsa, nə tövsiyə etsə mən ona çox inanıram. İstər fikirlər olsun, istər başqa məsələlərdə olsun, o qədər onunla eyni cəhətdən düşünürəm ki, bəzən şok oluram. Deyirəm, acaba eyni bölcükmü, amma deyilik. Mən dolçayam, o ya əqrəbdir, ya oxatan, dəqiq bilmirəm. Qış ayındadır ad günü, dəqiq bilmirəm, amma nədir? Və düşünürəm ki, necə bu qədər eyni düşünə bilərəm. Ona çox güvənirəm həqiqətən. Yəni tam şəkildə səmimi olduğuna inandığım tək-tük blogerlərdən birisidir. Ona görə də o cehizlə bağlı, nə bilim, başqa yararlı bir şey paylaşanda linklərdən saxlayıram. Əgər bəyənsəm, mən özüm üçün də sifariş edəcəm. Bu məsələni qoyaq bir kənara. Artıq mən rəfləri də bir baba sildim, tozlarını aldım. Keçirəm kabusum olan güzgünü silməyə. Burada göstərirəm ki, mən nə qədər salfet işlətmişəm bugün və keçdim güzgünü silməyə. Düşündüyümdən də asan oldu. 2 dəfə təmiz salfetlə üstündən keçdim və heç qurulamadım, çünki heç bir ləkə falan qalmadı. Qapımızın da tozu arada gözümə girirdi, ona görə dedim çöldən onu da silim. Meşinə səhər yenə eyni şey olacaq, yenə tozlanacaq, amma olsun dedim, onun könlü qalmasın. Sonra keçdim hamamı falan sildim. Oranı da çəkmişəm, amma əlavə etməyi istəmədim. Ən sonda əlimi xlorla yuyuram həmişə təmizlikdən sonra da sabunla və görürsünüz ki, barmağım nə vəziyyətdədir. Aldığım cipsi də yedim, sonra girdim, başımı yudum və çıxdım sizə. Mükəmməl bir tariflə gəlmişəm. TikTokda görmüşdüm tənbəllərin 3 bacı dolması deyə. Dedim, niyə də olmasın? Olsa mən əcəb sandal falan çox sevirəm. Mən bunu həmişə toyuqla eləyirdim, toyuq əti ilə. Yəni kənd toyuğu. Mən normalda kənd toyuğu sevmirəm, amma evdən falan göndərəni tutub atası deyiləm ki, yəni işlədirdim. Ətlə etmək heç ağlıma gəlməmişdi. Deməli, badımcan, məndə böyük badımcan idi. Yumru-yumru doğradım. İstəsəz siz uzunluğuna doğraya bilərsiniz. Acılığı çıxsın deyə duzlu suda biraz saxlatdım. Biber, pomidor, soğanı falan da ayrıca doğradım. Soğanı əslində ətə qatmışdılar. Mən xırda doğramağın dərdindən dedim, qoy ayrıca mən halqa şəklində doğrayım, ayrıca əlavə eləyim. Bu arada Instagram hesabım yoxdur. Yəni var, sadəcə aktiv işlətmirəm. Yəni mən istəyirəm ki, hər şey tez bir zamanda olsun. Amma Instagramda nə qədər videolar keşfətə düşsə də, yəni izlənmə falan olsa da, takip çox çətin artır. Buna görə də artıq Instagramdan əlimi üzdüm. TikTok hesabım var, çox aktivdir, maşallah var. Yəni düzdür, şəxsi hesab deyil, amma sadəcə bir videodan keçən gün 407 takipçi gəlmişdi. Hal-hazırda 2300 takipçim var. Yəni tam real şəkildə özlərinin öz istəyini takip ediblər. Düşünürəm ki, mən TikTok səhifəmdə yarış keçirəcəm və tək şərt də bunu qoyacağam ki, YouTube kanalımı izləsinlər. Çünki influencerlar üçün YouTube açmaq çox asandır. Onların onsuz da bir kütləsi olur. Mən isə sıfırdan başlamışam. Buna görə də hal-hazırda yığdığım 400
abunəçi belə mənim üçün çox böyük bir şeydir. YouTube-a başlamamağımın əsas səbəbi ondan ibarət idi ki, düşünürdüm ki, mən 1000 abunəni heç vaxt yığa bilmərəm. Amma artıq demək olar ki, yarılamışam və düşünürəm ki, tez bir zamanda 1000 abunə olacağam və həmin 4000 saatı da mən tamamlayacağam. Və bu prosesi daha da tezləşdirmək üçün, yəni abunə sayımı 1000-ə tez qaldırmaq üçün iyul ayında hesabımda yarış keçirməyi düşünürəm. TikTok hesabımda artıq Instagramla yəni maraqlanmayacağam. Çünki mən əsasən YouTube-u böyütmək üçün Instagramı böyütmək istəyirdim. Amma gördüm ki, bunu TikTokda da edə bilərəm. Buna görə də hesabda yarış keçirəcəm və hər kəs üçün uyğun istifadəyə yararlı məhsullardan hədiyyələr hazırlayacağam. Həmin vaxt ki, imkanıma uyğun olaraq ya 1 qalib, ya 2-3 qalib falan seçəcəm. Burada da paylaşacağam. Məni takib etsəz də yenə də qoşula bilərsiniz. Bu arada biz, yəni anamgil həmişə 3 bacı dolmasının aşağısına, ən alt hissəsinə uzun lobyalar qoyur. Mənim də ən sevdiyim tərəf odur. Badımcanı və əti ayrıca qovurdum. Ondan sonra da qat-qat düzməyə başladım. Mən baxdığım videoda bunu 2 dəfə edirdilər. Yəni ki, bu prosesi 2 dəfə təkrarlayırdılar. Yəqin o daha çox insan üçün nəzərdə tutulub, amma mən 1 dəfə elədim. Bayaq qeyd etdiyim kimi soğan əslində belə deyildi, amma mən belə qatdım. Orada ətin içində eləmişdilər. Və bugünlük də bu qədər. İnşallah ki, xoşunuza gəlmişdir videom. Daha maraqlı videolarla qarşınızda olmaq istəyərəm və dediyim kimi gələn dəfəki videom məncə daha maraqlı olacaq. Buna görə də hesaba abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın, mənə də nuş olsun. Bu arada göz haqqınızı da halal eləyin.